Herkese salam. Bugün Alzheimer xəstəliyindən danışacağım. Bu xəstəlik nədir? Niyə Alzheimer adlanır? Əsas simptomlar necə görünür və bu simptomları vaxtında tanımağın niyə çox vacib olduğu önəmlidir. Alzheimer xəstəliyi proqressiv, zamanla pisləşən bir beyin xəstəliyidir. Alzheimer zamanı beyin hüceyrələrinə və onların bir-biri ilə əlaqələrinə tədricən zərər vurulur. Nəticədə yaddaş, öyrənmə, dil, düşünmə, qərar vermə və gündəlik həyat bacarıqları zəifləyir və getdikcə pisləşir. Yəni, əsas fikir bu xəstəlikdə budur. Alzheimer sadəcə yaşın gətirdiyi unutqanlıq deyil. Onsuz hamımız bəzən nəyisə unuda bilirik. Amma Alzheimer'da unutqanlıq və düşünmə çətinliyi gündəlik həyata ciddi şəkildə mane olur və bu getdikcə artır. Niyə məhz Alzheimer adlanır bu xəstəlik? Bu xəstəlik adını onu ayırt etməyə kömək edən ilk dəfə tibb mütəxəssisinin adından alınıb Alois Alzheimer, Alman patofizioloqu. Belə ki, onun müşahidələri bu vəziyyətin sadəcə yaşlılıq, qocalıq deyil, ayrı bir xəstəlik kimi anlaşılmasına təkan verməyə səbəb olub. Hər şey necə başladı? Gəlin ondan başlayaq. 1901-ci ildə Alman alimi Alois Alzheimer bir qadın xəstəni müayinə edərkən onun beynində olan dəyişiklikləri onun diqqətini cəlb etdi və belə ki, xəstədə güclü yaddaş itkisi var idi, qarışıqlıq salırdı, dil çətinliyi var idi və xüsusilə də davranışında dəyişikliklər var idi. Və bu hal onun diqqətini çəkdiyinə görə Alois Alzheimer həmin xəstə ilə xüsusi müayinələr aparmağa qərar verdi və araşdırmağa vadar etdi bu xəstə onu. Alzheimer zamanı beyində bəzi zülallar normaldan fərqli davranır və yığılıb qalır. Ən çox iki zülal var, hansı ki onlar Alzheimer'ın etiologiyasında əsas rol oynayır. Bunlar amiloid və tau zülalıdır. Və ən çox qeyd olunan iki dəyişiklik var. Bunlardan biri plaklar, sinir hüceyrələrinin xaricində yığılan topalar, belə deyək. Və ikincisi isə bu zülalların anormal fəaliyyəti nəticəsində dolaşıqlar yaranır. Yəni, ingiliscə desək tangles. Sinir hüceyrələrinin içində əmələ gələn, belə deyək, bükülü formada strukturlar yaranır. Yəni, bu iki zülal normalda olduğundan anormal bir fəaliyyət göstərir. Zamanla da bu dəyişikliklər beyin hüceyrələrinin bir-biri ilə əlaqəsini pozur, zəiflədir və hətta bu zülallar beynin digər nahiyələrinə yayılmağa başlayır. Hüceyrələr zədələnir, ölür və beyin hüceyrələri tədricən kiçilir. Simptomların getdikcə ağırlaşmasına səbəb də məhz bu iki zülalın patologiyasının beynin digər hissələrinə yayılması və oradakı hüceyrələrin də məhvinə səbəb olması. Yəni, ona görə məhz Alzheimer zamanla daha da pisləşir. Gəlin simptomlara nəzər salaq. Simptomlar gündəlik həyatda necə görünür? Ən vacib hissə simptomlardır. Çünki ailələr adətən ilk olaraq bunu görür. Xəstədən də öncə simptomları ailə üzvləri müşahidə edir. Erkən mərhələ hansı ki çox vaxt gizli və yavaş başlayır. Bu erkən mərhələdə insan bəzən normal görünə bilər. Amma təkrarlanan çətinliklər var. Məsələn, yaxın keçmişi unutmaq, son söhbətlər, görüşlər, dünən baş verən hadisələr, bugün tutaq ki, günorta vaxtı nəsə ediblər və yaxud da yemək yeyiblərsə onu unudurlar. Eyni sualı təkrar vermək, xüsusilə də əşyaları itirmək və harada qoyduğunu sonra xatırlamamaq. Yəni, xəstələrdə bu hallar müşahidə olunur. Və yaxud da ki, hər zaman etdikləri hər hansısa bir işdə yavaşma müşahidə olunur. Yəni, əvvəlki kimi sürətli o işi görə bilmirlər. Məsələn, mağazadan nəsə alarkən, hesabı ödəyərkən, reseptə görə yeməyi pişirərkən, məsələn, diqqətlə dəfələrlə baxırlar və hansı məhsulları yeməyə qatacaqlarını unudurlar. Ona görə proses daha çox uzanır, ləngiyir. Daha çox müşahidə olunan problemlərdən biri də yalnızca saxlayın. Söz tapmaqda çətinlikdir və yaxud da ki, danışarkən cümləni yarımçıq saxlayırlar. Günləri, saatı, hadisələrin ardıcıllığını qarışdırırlar. Qərar vermədə zəifləyirlər. Məsələn, pul mövzusunda yanlış addımlar atırlar, riskli davranışlar nümayiş etdirir bu xəstələr ilkin etapda. İndi isə gəlin orta mərhələ, daha aydın və daha çətin, hansı ki simptomatikanın daha aydın göründüyü, amma xəstə və yaxınları üçün daha çətin olan bir mərhələdən danışaq. Belə ki, bu dövrdə xəstəlik irəliləməyə başlayır, qarşılıq daha da artır, insan tanış yerlərdə belə çaşa bilir. Plan qurma və addım-addım işi davam etdirmək çətinləşir xəstələr üçün. İnsanları tanımaqda problemlər yarana bilir. Tanış insanların üzü onlara bəzən yad bir insan kimi gəlir.